Salam əziz dostlar. Rusiyada yaşayan Azərbaycanlıların diqqətinə çatdırmaq istəyirəm ki, Şərifov Vəfa haqqında Rusiyada cinayət işi açdırmışam, şikayət ərizəsi əsasında hüquqi müstəvidə gəlib cavab verəcək. Qolları qandallanacaq və ona görə sizi uyardım ki, bu prosedur qaydalar 2 ay, 3 ay yarım təqribi çəkdikdən sonra sizin beyləriniz batada bilər, toyunuza gəlib çıxmama ehtimalı çox yüksəkdir. Ona görə indidən yüz ölçün bir biçin. Və Şərifov Vəfa səninlə görüşəcək. Bax bu cümləmi yadında saxla. Onda sənə indi tırka verənlər sənin yanında ola bilməyəcəklər. Orada bir Hacı Şakir şampunun belə instruksiyasını göstərirsən, yenə cəmaatın başını yozmaq istəyirsən. Ay Şərifov Vəfa, o qədər loxu-loxlamısan ki, insanları da elə bilirsən ki, elə o feyisti, füyüstü nədir, elə bilirsən odur, başlarını yozacaqsan. Yemədik. Onu belə fırlatmaqla deyil, o şampun instruksiyası da Hacı Şakir şampunun. Və deyirsən ki, ərimdən ayrıldım. Olmayan ərdən acamadı, nətər ayrılırlar. Onda o dediyin kişi Elviran nə idi? Qanunda hələ yenə də deyirəm, bax hələ sən bilmədin ki, bu kafana soxmadın ki, bu Azərbaycan qanununda bir kişinin bir arvadı ola bilər. O birlər fahişəsi adlanır. O dediyin kişinin də gözəl göçək arvadı var, Elvira xanım. Şad xürrəm, evli evinə dönər. Gördün kişi sənə sahib çıxmadı. Uşaq doğmaqla da deyil. Adam var 10 dənə uşaqla qoyur gedir. Adam var heç uşağı da yoxdur, sevir, yapışır, əl çəkmir. Amma sənə bu feysti, füyüstü nədir, bu sahib çıxmadı. Evli evinə dönər, ailəsinin içərisinə qayıtdı. Bugün üçün deyirdi ki, etmin eləməyin. Bilməyənlər də mariflənsin. Belə ki, bu kişi Şərifova Vəfaya sahib çıxmadı. Görsən Vəfa, istəyirsən 2 yox, 22 uşaq doğ. Özgətlə minə tez düşər. Kişi evində, işində, gücündə. Və belə olan halda Vəfa özünü sudan quru çıxartmaq üçün görün nəyə əl atır. O Hacı Şakir şampunun instruksiyası ilə başınızı yozan kimi, bu zaksuda nə idi bunun. İndi deyir ki, ərimi verdim sizə, olmayan ərin ətər verirsən. Bu ər sənindirmi ki, sən kiməsə verəsən bunu? Görün var idi ki, kəfənində olsun. Çoxlu atalar sözləri öyrən, yoxsa bizimki çətin anları. Və belə bir böhtan atır ki, ərim hamamdan bir müğənni xanıma zəng edib deyir, 5000 verirəm, hamama gəl. Böhtan bilirsiniz necə yaranır dostlar, psixologlar gözəl bilir. İnsan başına gələn bir işi onun ətrafında şov quraraq böhtan formasına çevirir. Hamam mövzusu yəqin bu Vəfanın yaralı yeridir. İndi oradan başına gələn başmaqçı olaraq deyiblər. Oradan yola çıxaraq belə bir yalana əl atır ki, və sən deyildinmi deyən ki, mən evimi satıb o kişiyə vermişəm. Mən dedim sənin bir anan səni niyə başa salmır ki, kişiyə pul vermək olmaz, qadın niyə kişiyə pul verməlidir ki? Sən dedin ki, anam rəhmətə gedib. Yəni bir kişinin ki pulu yoxdur, bu necə zəng elib pulla müğənni çağıra bilər? Deməli bu da bir yalan, iftira, böhtan, hamısını sübut edirəm. Sübutumun da ən belə sonda qüvvətlisini deyim. Yalan danışan qancığın qarnından çıxıb. Yalan danışan anasının goruna it bağlayayım. Az bəsdir, bana az söydür. Dostlar, bir haşiyə çıxım. Vəfa deyəndə ki, evi satıb kişiyə vermişəm. Mən dedim, axı, sən hər yerdə barbar bağırırsan ki, bu kişi səni müğənni edib də, bunun hesabına sən müğənni olmuşsan. Dedi, əvvəl var idi. İndi dedi, yoxudur. İndi mən evimi satdım, ortada uşaq da var deyə, mən məcbur evimi satdım ki, vəziyyət gəlmişdi, başına hadisə gəlmişdi. O vəziyyətdən çıxsın, sonra özünü düzəldər, mənim pulumu qaytarır. Yəni, o vəziyyətə düşən bir adam zaten 5000 verib bir müğənni çağırtıra bilməz. Bu iftiradır, böhtandır, böhtandan başqa heç nə deyil. Dedim, bunu biləsiz. İndi gələm ayrı məsələyə. Vəfanın bu danışığının üstünə 3-4 müğənni şəkli qoyurlar. Şəbnəmi, məni, nə bilim ki, təzə çıxan qızları Şəbnəm neyinir? Özünə yaxın olan səhifələrdən öz şəklini oradan sildirir. Çox saylı bunu yaydırır. Bu Vəfanın işi deyil. Vəfa hara qədər qadirdir bilirəm mən. Və çoxlu belə paylaşdırır ki, özünü oradan çıxartsın. Burada bəli, dünən Zamik də bunu təsdiq elədi. Şoka düşdüm ki, elə bil mənim beynimə cihaz qoyub oxuyur da kişinin oğlu. Şəbnəm, bu sənin işindir. Yer gəlmişkən TikTokda da bu Vəfanın işi deyil. Adıma səhifə açdırıb məni söydürür, bunu kim eləyir? Vəfa buna qadir deyil. Görürsünüz kim nəyə qadirdir onu deyirəm. 60 yaşında ağzı əyri gözü çaş. Birində Tərənə xanım üçün elibdi, gəh balaları üçün, gəh özü üçün. Az 60 yaşında ağzı əyri gözü çaş. 3 qardaşın türmədə narkotika ilə, qızın pozğun küçələrdə. Get onların dərdini çək. Qrup alçıq divara yapışmır, bezmədin, əl çəkmədin. İndi sənin gecədən səhərə qədər mənim əleyhimə kimlə yazıbsa onlara like qoyduğunu da paylaşacağım. Uğraşırsan, qoca arvadsan, get nəvələrinlə, nəticənlə ol. Və gəlirəm nəyə? Bir-iki kommentə də cavab verəcəm, amma Tolik dünən verilişində bir səhv cümlə işlədib ki, gülə-gülə, indi güya öz aləmində zarafat yana deyir ki, ay Əfət, sənin dilinin bəlasından oğlun xaricdə yaşayır. Tolik onda sənin anan kimin dilinin bəlasından, sənin dilinin bəlasından xaricdə yaşayır. Yəni bu savadsız cümlədir, mən o cümləni sənə yaraşdırmadım. İndi yəqin nəsə də hərdən verilişdə hər dəfə fikirləşib danışmalı deyilsən ki, belə də olur, onu elə yozuram. Mənim oğlum hal-hazırda alimlik oxuyur. Oxuyub bitirdikdən sonra da vətəninə layiqli mütəxəssis kimi geri dönüb işləyəcək inşallah ki. Gəlirəm kommentlərə. Kommentin biri diqqətimi çəkir. Mənə yazıb ki, sən paxılsan, bic doğanlara deyir, paxıllıq edirsən ki, sən doğa bilmirsən. Ay balam, əvvəla mən bic doğmaram. Mən doğmuşam, qanunlu doğmuşam, özdə peçat doğmuşam, düppədüz alim doğmuşam. Lal doğmamışam, kar doğmamışam, alim.
Lallardan, karlardan üzr istəyirəm. Təhqir üçün demirəm onu. Yəni hərəni Allah bir cür yaradır. Şərifova Vəfa, sənə yaxın ətrafın yalandan vədlər verir. Ay belə olacaq, ay el olacaq, ay. Görsən 2 il keçib heç nə də olmayıb. Heç nə də olası deyil. Amma bilirsən nə olacaq? Qanunla. Sən qanunla Rusiyada həbs olunacaqsan. Qolların qandallanacaq. Yaşayarıq görərik.